Biz Avestan en qədim mətnlərində, qatalarda Tanrı tərəfindən yeni peyğəmbər seçilmiş Zərdüştün suallarını görürük və onun fəryadını eşidirik. Zərdüşt Tanrı Ahura soruşur. Deyir, ya Ahura Mazda, sənin həqiqətin hardadır? Müqəddəs müminliyin hardadır? Sənin xeyirxah fikrin görünmür. Sənin ədalətli hakimiyyətini hiss etmirəm. O hardadır? Ölümsüzlük nədir? Mənə anlat. Bütövlük nədir? Dərk etmirəm. Mən bu yer üzündə bir yazıq bəndən kimi o qədər zəifəm ki, mənə yardımcı olmasan, mənim əlimdən bir şey gəlməz. Mən heç bir şey edə bilmərəm. Mən səndən dəstək istəyirəm. Mənə çox şeyləri aydınlaşdır. Aydınlaşdır bilim ki, yer üzü, göy üzü necə idarə olunmalıdır. Məni başçı seçmişsənsə, insanlar hər yanda cahildirlər. Bu cahil insanlarla bacarmaq çox çətindir. Mən həqiqətən çox əzab çəkirəm. Salih bəndələrin sayı çox azdır. Həqiqət olmayan yerdə salih insanlar gücdən düşürlər. Ən dəhşəti odur ki, mən həqiqəti şəhvətin qarşısında gücdən düşmüş görürəm. Görürəm ki, şəhvət həqiqətdən daha güclüdür. Bu məni düşündürür. Mən nə etməliyəm? Mənə bir göstəriş ver. Bəli, qatalarda, ilk mətnlərdə Zərdüşt peyğəmbər yeryüzünün tənha insanı Allahla belə söhbət edir.